Və yaxud o şəxslər ki, savadı yoxdur, deyir ki, Şiə və Şiə alimləri 3 xəlifə barəsində alçaldıcı sözlər deyirlər, onları təhqir edirlər. Bunların ümumən İslam ilahiyyatından, kəlam elmindən və digər anlayışlardan məlumatı yoxdur. Kəlam elmində, yəni ilahiyyat elmində bir anlayış var, buna mətain deyilir. Mətain qarşı tərəfin eyiblərini və nöqsanlarını deməkdir. Sadə bir misal deyim. Təsəvvür edin ki, bir insan iddia edir ki, mən məktəb direktoru olmaq istəyirəm. Müəyyən şəxslər də gedir, araşdırır, görür ki, bu ümumiyyətlə ibtidai məktəbə getməyib, bunun diplomu yoxdur, təhsil anlayışı yoxdur. Və gəlir deyir ki, ay cəmaət, bu edə bilməz müdir olsun. Niyə? Çünki bunun keçmişində bu problemləri var, bunun təhsildən, yaxından, uzaqdan əlaqəsi yoxdur. Sizə sual verirəm, bu şəxslər həmən şəxsi təhqir edir, alçaldır? Təbii olaraq xeyr. Onun iddia etdiyi məsuliyyətə layiq olmadığını bildirirlər. Şiələr və Şiə alimləri də 3 xəlifə barəsində mətain deyirlər. Yəni, Şiələr deyir ki, siz ki, iddia edirsiniz ki, İslam dünyasının xəlifəsi olaraq sizdə xəlifə olmaq şəraiti yoxdur,